Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinə verilən 3 ay müddət bugün başa çatır. Hazırlanmış təkliflər hansı yenilikləri özündə ehtiva edir? Bəs görəsən nə qədər artım təklif edilir və hansı qaydada hesablanacaq? Bu ilki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək və bu məqsədlə əlavə olaraq 1,5 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulub. İqtisadçılar deyir ki, sosial müavinətlərdən müxtəlif kateqoriyadan olan şəxslər bu sosial paketdən yararlana biləcək. Artımların nə qədər civarda olmasına gəlincə isə müavinət növlərindən asılı olaraq 10-15%lik artım gözlənilir. Nəzərə alsaq ki, minimum aylıq əmək haqqı ölkədə təqribən 16%-ə qədər artırıldı. Yaşayış minimumu ölkədə 5%-dən bir qədər çox artırıldı və ölkədəki son 2-3 illik inflyasiyaları nəzərə alsaq, hökumət bu sosial müavinətlərin və təqaüdlərin əhalinin alıcılıq qabiliyyətini bərpa etməsi və həmin şəxslərin, kateqoriyalı şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə təqaüd növündən asılı olaraq, onun indeksasiya edilmə vaxtından asılı olaraq 10-15%-lik ortalama artım planlaşdırılacaq. Millət vəkili Vüqar Bayramov deyir ki, artıq hökumət tərəfindən sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflər hazırlanıb və dövlət başçısına təqdim olunacaq. Sosial paket pensiya artımları ilə məhdudlaşmayacaq. Müavinət və təqaüdlərin artırılması ilə bağlı sənədin isə rəsmi təkliflərin təqdimatı başa çatdıqdan sonra imzalanacağı gözlənilir. Hansı müavinət və təqaüdlərdə artımların olacağına gəldikdə isə dövlət başçısının tapşırığına uyğun olaraq sosial müavinətlər və təqaüdlərdə də artımlar reallaşacaq və bu deməkdir ki, hazırda müavinət və təqaüdlərin vətəndaşlarımızın aldıqları vəsait məbləğlərin artırılması istiqamətində də addımlar həyata keçiriləcək və sözsüz hansı müavinətlərdə artımların olması, artım faizi ilə bağlı təkliflərin tam təqdimatından və eyni zamanda müvafiq sənəd imzalandıqdan sonra məlumat bölüşülə biləcək. Qeyd edək ki, hazırda ondan çox kateqoriya üzrə olan şəxslərə onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün sosial müavinətlər verilir. Əhməd Məmmədov, ATV Xəbər.